Salam, bu videoda kimya fənni üzrə 4-cü dərsə, yəni metallar mövzusunu işləyəcəyik. Vaxt itirmədən keçək dərsimizə. Metalların ərimə temperaturu haqqında əvvəlcə danışaq. Metalların ərimə temperaturu adətən yüksək olur. Ən aşağı ərimə temperaturuna malik olan metal civədir. O adi halda, yəni adi otaq temperaturu 20 dərəcə götürülür, maye haldadır. Qalan bütün metallar isə bərk haldadır və metalların əksəriyyəti də yüksək ərimə temperaturuna sahibdir. Misal üçün, dəmir 1500 dərəcədən yuxarı temperaturda, 1539 yazılıb bəzi ədəbiyyatlarda və yaxud da ki, volfram 3000 dərəcədən də yuxarı, hansı ki, 3390 dərəcə yazılıb bəzi ədəbiyyatlarda və görürük ki, yüksək ərimə temperaturuna sahibdirlər, yəni çox yüksəkdir. Bəziləri daha aşağıdır, məsələn, alüminiumu 660 dərəcə yazıblar və ya qurğuşun ondan daha aşağı temperaturda əriyir və s. Ən aşağı ərimə temperaturu olan isə civədir. Beləliklə, aqreqat halına da gəldikdə hamısı bərk halda olur, otaq temperaturunda, yəni 20 dərəcədə bir dənə civə maye halda olur, qalan hamısı bərk halda olur. Və otaq temperaturuna biraz yüksək temperaturda əriyənlər də var. Misal üçün, insanın əlində, yəni bədən temperaturunda əriyən metallar da var. İndi keçək metal parıltısı xüsusiyyətinə. Metalların parıltılıq xüsusiyyəti var. Xüsusən də qızıldır, gümüşdür. Biz onun parıltısını özümüzdə müşahidə eləmişik. Ümumiyyətlə, bütün metallarda müəyyən qədər metal parıltısı xüsusiyyəti var və bu metalların ayırt edici xüsusiyyətlərindən biridir. Daha sonra metalların sıxlığı yüksək olur. Sıxlıq nədir? Yəni, vahid həcmə düşən kütlənin miqdarı. Belə desək, məsələn, 1 litri neçə kiloqramdır? Bu adlanır sıxlıq. Sıxlığı az olan metallar da var, amma əksəriyyəti sıxlığı daha çoxdur və ona görə də belə demək olarsa daha ağırdır. Məsələn, ağırlıqla birbaşa aidiyyəti yoxdur, amma hissiyatı olaraq götürsək daha ağırdır. Məsələn, dəmirin 1 litri 7 kiloqramdan da çoxdur. Və yaxud da ki, bəzi metallar hətta ondan da çoxdur. Osmium metalı var, bəzi ədəbiyyatlarda yazılıb 22 kiloqramdan daha çox kütləsi var. Amma bu o demək deyil ki, hamısının sıxlığı çoxdur, sadəcə əksəriyyətində belədir. Və ona görə sıxlığı çox olduğu üçün daha ağırdır və bərkliyi də çoxdur. Çünki vahid həcmdə nə qədər çox kütlə varsa, o qədər də bərklik xüsusiyyəti qazanmış olacaq. Daha sonra metalların elektrik keçiriciliyi. Biz bilirik ki, metallar elektrik keçiriciliyi xüsusiyyətinə malikdirlər və elektrik keçiriciliyinə görə metallar müəyyən sıralaması var. Yəni, bəziləri daha çox, bəziləri daha az elektrik keçiriciliyi var. Misal üçün, gümüşdür, misdir, daha sonra qızıldır, alüminiumdur. Bunların elektrik keçiriciliyi digər metallara nisbətən daha çoxdur. Digər metallarda da keçiriciliyi var. Ona görə də gümüş və qızıl bahalı metal olduğu üçün yox, əsasən mis və alüminiumdan istifadə olunur. Xüsusən də şəhərlər arası uzun məsafələrdə alüminium metalından daha geniş istifadə olunur, çünki daha ucuz başa gəlir. Daha sonra istilik keçiriciliyi, metalların istilik keçiriciliyi də yüksəkdir. Belə ki, məsələn, biz hər hansı bir tava olsun, qazan olsun, görürük ki, onun dəstəyi yox, amma metal hissəsi qısa müddətdə qızır və istiliyi keçirməyə başlayır. Bu xüsusiyyətindən onların yemək pişirmə və digər belə deyək də alətlərdə, bəzi qurğularda istifadə olunur. Əsasən yemək pişirmək üçün mis və alüminium qazanlardan istifadə olunur. Daha sonra plastiklik xüsusiyyəti. Plastiklik nədir? Yəni əyilə bilir, döyülüb yastıllana bilir. Məsələn, bəzi maddələr qeyri-metallarda tutaq ki, 2 dənə maddə götürək, biri qeyri-metal olsun. Qeyri-metala çəkiclə vursaq, ovxalanıb, sılıb dağılacaq. Məsələn, daş kimi qeyri-metal maddələr. Amma metal maddələrə döyəci dəsən, məsələn, çəkic götürüb döyəci dəsən, yavaş-yavaş o əziləcək, yastılanacaq. Buna deyirik plastiklik və yaxud da əyilmə xüsusiyyəti, əyə bilirik. Məsələn, tutaq ki, qeyri-metal hissəni bir çubuq olsa, onu əysək, o sınacaq. Amma metalda isə əydikdə o formasını dəyişir sadəcə. Bunu ümumilikdə plastiklik kimi götürürük. Ən plastik metal da qızıldır. Qızıl o dərəcədə plastikdir ki, onun 1 qramı 3 kilometr uzunluqda sap şəklinə qədər uzatmaq olar və yaxud da onu döyəcləməklə 0,3 millimetrlik təbəqə halına salmaq olar. Qızılın bahalı olması və ən çox zinət, bəzək əşyalarına istifadə olması səbəblərindən biri də budur. Təkcə parıltısı və
həmçinin az tapılmağı deyil, həm də plastiklik xüsusiyyəti də çox yüksəkdir. Daha sonra istidən genişlənmə xüsusiyyəti. Metallar istilikdən genişlənir, soyuqda sıxılır. Siz əvvəllər təbiət fənnində də təcrübə var idi. Deməli, iki mismarın arasına bir qəpi salırıq. Daha sonra onu istidən genişləndirdikcə həmin o mismarlar bir-birindən məsafəsi artmağa başlayır. Çünki metal qızdıqca daha böyük formaya düşür. Və yaxud da ki, biz yay və qış vaxtı kabellərin məsafəsini belə deyək də müşahidə eləsək, görərik ki, yayda istidən genişlənir və kabellər daha çox sallanmağa belə deyə başlayır. Deməli, istidən genişlənmə xüsusiyyətindən ən çox istifadə olunan yerlərdən biri də termometrdir. Termometrdə civə elementindən istifadə olunur və civə temperatur yüksəldikcə, genişləndiyinə görə termometrin içərisində civənin səviyyəsi artır və biz görürük ki, məsələn, 37 dərəcə, 38 dərəcə və s. Olur, temperatur yüksəldikcə, belə deyək də, onun səviyyəsi qalxır. Amma temperatur aşağı düşdükcə səviyyə də aşağı düşür və onun əsasında biz orqanizm bədən temperaturunu ölçürük. Yəni, bütün termometrlərdə yox, civəli termometrlərdə bu xüsusiyyətdən istifadə olunur. Daha sonra metallar haqqında bir dənə maraqlı, belə deyək də, hissə, fakta deyək. Ümumiyyətlə, metalların bərkliyi ilə ərimə temperaturu arasında birbaşa olmasa da dolayı əlaqə var. Yəni, bir metalın ərimə temperaturu, T əriməsi nə qədər yüksəkdirsə, adətən bərkliyi də o qədər yüksək olur. Misal üçün, Wolfram ən gec əriyənlərdən biridir, onun bərkliyi də çox yüksəkdir. Dəmir, bayaq dedik, 1539 dərəcədə əriyir, bərkliyi də çox yüksəkdir. Və yaxud da ki, bəzi metallar var ki, o aşağı temperaturda əriyir, ona görə onun bərkliyi də daha azdır. Bunu birbaşa əlaqələndirmək olmaz, amma ümumilikdə götürsək, bəli, ərimə temperaturu artdıqca metalların bərkliyi də artır. Bu qədər. Növbəti dərsimizdə qeyri-metallar haqqında məlumat verəcəyik. Sağ olun, növbəti dərslərdə görüşənədək.